Sizlərlə inkişaf psixologiyasına aid valideynliklə əlaqəli 3 əsas modeli paylaşacağım. Hazırsınızsa yaxın durun. Birinci model Baumrind. Baumrind valideyn davranışlarını 2 əsas ölçüdə dəyərləndirmişdir. Birincisi, valideynin uşaqların duyğularına, ehtiyaclarına, fikirlərinə nə qədər diqqət göstərməsi idi. İkincisi, nəzarət, tələbkarlıq və intizam. Valideynin qaydalar qoymaq, sərhədləri müəyyənləşdirmək və davranışları istiqamətləndirmək vəcəsidir. Bu 2 ölçüm vasitəsilə 3 növ valideynlik üslubu müəyyən etmişdir. Birincisi, demokratik valideynlik. Valideynlik dünyanın bir çox yerində əsas valideynlik ya da işə yarayan valideynlik olaraq qəbul edilir. Həm isti, qayğıkeş, eyni zamanda da sərhədləri olan valideynlərdən danışırıq. Uşağa qulaq asır, onun fikirlərinə hörmət edir, amma qaydaların səbəblərini də izah edir. Yəni, mən bunu bu formada istəyirəm deyə sən də bunu etməlisən. Deyil, mən bunu nə üçün istəyirəmi izah etməkdən danışıram. Bu formada böyüyən uşaqlar adətən məsuliyyətli, özünə inamlı və sosial cəhətdən aktiv olurlar. İkinci növ valideynlik isə avtoritar valideynlikdir. Burada valideynlər, mən bunu bu formada istəyirəm, bitdi. Burada qaydalar çoxdur, amma emosional istilik yoxdur və yaxud çox azdır. Sualsız itaət gözlənilir və səbəb izah edilmir. Mən bunu bu formada istəyirəm, o qədər. Uşaqlar qaydalara əməl etsələr də çox vaxt aşağı özünə qiymət və gərginlik və çox vaxt qorxu hiss edə bilirlər. Üçüncü valideynliyin növü icazə verici, xoşgörülü valideynlərdir. Qulağa yaxşı səslənsə də, əslində bu valideynlərin uşağa çox sevgi göstərməyi, amma heç nəzarət etməməyidir. Sərhədlər demək olar ki, yoxdur və uşaq istədiyini istədiyi vaxt edə bilir. Belə uşaqlar emosional cəhətdən açıq, amma impulsiv və məsuliyyətsiz ola bilirlər. 1983-cü ildə Maccabi və Martin Baumrindin bu 3 modelinə bir model daha əlavə edir. Bunlar həssaslıq və nəzarəti daha sistemli bir formada birləşdirməyə çalışırlar. Laqeyd valideynləri bu modeldə görə bilirik. Laqeyd valideynlərdə amma bir fərq var. Uşağın həyatına nə qayğı göstərirlər, nə sevgi var, nə nəzarət var. Tamamilə və tamamilə laqeydlikdən danışılır əslində burada. Laqeyd valideynlərdə bu bütün cəmiyyətlərdə neqativ olaraq və psixoloji problemlərin təməli qəbul edilir. Gəldi çıxdıq 1990-cı ilə Darling və Steinberg, Baumrind və Maccabi-Martinin modelini bir üst mərhələyə daşıyırlar və bu mərhələdə qeyd edirlər ki, valideyni sadəcə sərt ya da yumşaq valideyn olmaqla ölçülə və dəyərləndirilə bilməz və onlara görə burada vacib olan məqsəd, davranış üsulu, emosional mühit arasındakı uyğunluqdur. Bağlamsal model olaraq modellərin adını adlandırdılar, amma mən Azərbaycancaya tərcümə edərkən bunu çətinlik çəkdim. Tam mənada necə tərcümə oluna biləcəyinə dair bir fikriniz varsa, zəhmət olmasa mənimlə paylaşa bilərsiniz. Kəlmə mənası mühit, şərait tərcümə oluna bilər. Mən bağlamsal model olaraq qeyd etməyə davam edəcəyəm. Bağlamsal modeldə 3 əsas element özünü birləşdirir. Birincisi, valideynin məqsədləri, yəni uşağı necə bir insan kimi böyütmək istəyir valideyn. Müstəqil, məsuliyyətli, itaətkar, tələbkar və s. İkincisi, valideynin tətbiqləri. Yəni, bu məqsədə çatmaq üçün valideyn hansı yolları istifadə edir? Söhbət edir, cəzalandırır, təşviq edir, məsləhət edir, izah edir və s. Üçüncüsü isə valideynin üslubu. Bütün bu prosesləri hansı emosional iqlimdə uşağa çatdırır? İsti, soyuq, məsafəli, dəstəkləyici və s. Darling və Steinbergə görə bu 3 elementin harmoniyası uşağın sağlıqlı inkişafının əsas amilləridir. Eyni zamanda onlara görə əgər valideyn məqsədini, davranışını, münasibət tərzini bir-birini tamamlayacaq formada ortaya qoyursa, bu uşaqlarda tutarlılıq, balans, inamlılıq və sağlam inkişaf görmüş olacağıq. Amma tam tərsinə, valideyn bir şey deyil, başqa bir şeyə əməl edirsə, o zaman tam tərsinə uşaqda qarışıqlıq və narahatlıq yaranacağını görəcəyik.